Bağlarda fosforun necə verilməsi barədə bir çəkiliş eləyirəm. Baxın, görün necə bir şəkildə verirlər. Eyni zamanda bir məlumat da vermək istəyirəm. Bu günləri Azərbaycanda görürsünüz ki, xurma bağlarında bütün meyvələr yerə tökülür. Və mən bir neçə dənə bağ var ki, ötən il payızda bu vaxtı, bundan da tez amofos gübrəsi vermişdik bağlara. Həmin bağlarda bu günlər heç bir problem yoxdur. Onun ətrafı dörd tərəfində xurmalarda xəstəlik baş alıb gedir, meyvələr gördüyünüzdə visomikes göbələyi ilə tökülür hamısı yerə, meyvə gözləri məhv gündədir. Hələ gələn il bilinmir necə olacaq onun nəticəsi. Amma ötən il payız dövründə amofos verdiyimiz ərazilərdə demək olar ki, problem yox dərəcəsindədir. Yəni konkret olaraq hələ ki müşahidə edilməyib. Yüngül tədbirlər də görülüb, müşahidə edilməsin deyə. Amma yəni demək istədiyim, obruslar 50 min cür tədbir görüb, amma problemin içində batıblar. Amofos gübrəsinin, ümumiyyətlə payızlıq gübrənin verilməsi necə bir şəkildə əhəmiyyətlidir, onu sadəcə çatdırmaq istəyirəm. Yəni, indi bəzi yoldaşlar var, onların bağında ötən il payız dövründə qışlıq gübrələmə vermişik. Həmin yoldaşlardan da yaxşı olar ki, bu çəkdiyim videonun altına münasibət bildirsinlər ki, həqiqətən də həmin bağda nə qədər problemlər az oldu. Belə, yəni, amofos gübrəsinin verilməsi videosunu izləyin. Baxın orada necə bir şəkildə amofos gübrəsi verilir. Yəni 5 dəqiqəlik bir şeydir. Bir dənə profilin üstündə 2 dənə çəllə yasladılar. 5 dəqiqənin içində quruldu. O texnikanın qurulmasına 2 saat zəhmət çəkilmədi də. Yəni 2 saatın içində o avadanlıq təşkil olundu və bağda rahat bir şəkildə gübrələmə verilir. Belə, yəni kim istəyirsə əllə də verə bilərsiniz. Heç bir problem yoxdur. Traktorun bir tərəfinə bir dəmir bağlayın. Yeri partlatsın, 5 santimetrlik bir partlatma aparsın yerdə. İşçi də ağac başına normal stakanla verə bilər, yəni həmin kanala. Bu prosta böyük bağdır. Özbəkistandadır. 500-600 hektarlıq bir gilas bağıdır. Orada bu şəkildə təşkil olundu. Yəni demək istədiyim kiçik bağlar bunu əllə də ağac başına da verə bilər, heç bir problem yoxdur. Belə, onun əhəmiyyətinə gələndə isə, onun əhəmiyyətini bu ilki xurma bağları özünü göstərdi. Digər bağlar da var. Xaçmazda məsələn gilas bağı var ki, ora ötən il biz payız dövründə amofos vermişdik. Söz yox, biraz gec vermişdik, amma yenə də məhsulu da məhsuldur, problemləri də yoxdur. Qoz bağı da var orada məsələn Xaçmazda. Orada vermişik. Nə problemi var, nə də məhsulundan şikayəti var. Yəni belə bir şeydir. Fundamental yanaşma problem olsa belə o problemləri ötürmək qabiliyyəti verir bağa. Yəni bağda onun vurduğu zərəri, hər hansı bir göbələyin vurduğu zərəri ümumiyyətlə diqqətə almayacaq dərəcədə aşağı olur. Bunu heç kim problem gözündə görmür. Yəni belə başa düşün. Fundamental gübrənin nəticəsi bu deməkdir. Bu qədər.